Diş ağrısı zamanı uşağa necə kömək edə bilərəm? Belə ki, diş ağrısı zamanı ən yaxşı kömək edici metod ağrı kəsici olan ibuprofen tərkibli siroplardır. Bu siroplardan ibufen, nurafen adıyla satışda ticari adları olaraq satılır. Belə ki, bu siroplar dişi ağrıyan uşağın kilosunun yarısı qədər uşağa verilə bilər və bu siropların istifadə müddəti interval minimum 6 saat intervalla olmaqla istifadə oluna bilər. Yerli müalicə kimi isə uşaqların diş ağrısı zamanı açıq kariyesin olub-olmadığını, açıq çürüklərin olub-olmadığına baxmaq, varsa mütləq stomatoloqa müraciət etmək lazımdır. Diş çürükləri zamanı müalicəni gecikdirmək, onsuz da bu süd dişidir, töküləcək deyib müalicəsiz qoymaq yanlışdır. Çünki diş dibi vasitəsilə infeksiya uşağın damağına yayıla bilər, şişib absesləşə bilər və bu da daha da ağırlaşa bilər. Odur ki, evladınızın dişi ağrıyırsa ona ibuprofen tərkibli ağrı kəsici verərək sabahı günü mütləq onu stomatoloqa götürməlisiniz. Mövzu haqqında ətraflı məlumat və əlaqə üçün 055 703 27 79 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.